Salam, hər vaxtınız xeyir olsun. Bəli, Azərbaycan valyutası olan manatın dövr etmə sürəti azalıb və Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi informasiyaya əsasən mayın 1-də manatın məzənnəsi azalaraq 3,33 bənd təşkil edib. Eyni zamanda bununla yanaşı Azərbaycan manatının xarici valyutalara nisbətən real və nominal effektivlik dərəcəsində də, yəni məzənnəsində də azalma müşahidə olunur və bu da azalaraq 104,4 bənd təşkil edib və indi daha detallı informasiyalara, yəni bu statistik açıqlanan rəqəmlərin manatın dəyərinə və digər istiqamətlərə təsiri ilə bağlı detallı informasiyalara qonağın iqtisadçı Elçin Rəşidovdan eşidəcəyik. Xoş gördük Elçin bəy. Verdiyim suallara sizdən cavab eşidək. Buyurun. Manatın düz deyirsiniz, yəni sürəti, dövr etmə sürəti azalıbdır, amma bu təəssüf ki, manatın dövriyyədə həcmin artması ilə müşahidə olunub. Bu deməkdir ki, hal-hazırda monetar siyasət çox da yaxşı işləmir. Yəni, Mərkəzi Bank pulların dövrəyə girməsinə imkan yaradır, amma istehlakçılar və bizneslər bu pullardan istehlak məqsədi ilə, biznesə yatırım məqsədi ilə və s. istifadə etmirlər. Yəni, buraxılan pul dövrədə qalır, dövr etmir və bu da likvidlik tələsi yarada bilər. Yəni, bunu oxşar belə bir halı. Eyni zamanda insanlar bunu, həm də onun bir növ nişanəsidir ki, insanlar bu pulu istifadə etməyə başlayanda artıq ardınca inflyasiya gələ bilər. Bu əsasən bu deməkdir. Qaldı ki, manatın həm real effektiv məzənnəsinin, həm də nominal effektiv məzənnəsinin keçən ilə nisbətən azacıq azalmasına ümumiyyətlə deyim ki, onlar hal-hazırda ümumiyyətlə yüksək səviyyədədir. Yüksək səviyyədə olması ölkədə iqtisadiyyatı rəqabətli etmir. Rəqabətli etmir və beləcə də qeyri-neft sektoruna və onun istehsal və ixrac potensialının reallaşmasına zərər vurur. Və təbii ki, bu Azərbaycanda əsas məşğulluğun və əksər sosial məsələlərin həlli qeyri-neft sektorundadır. Eyni zamanda dayanıqlı iqtisadiyyat da oradadır. Bu il, yəni keçən ilə nisbətən azacıq düşməsi bu təbii ki, yaxşı əlamətdir. Xüsusən biz burada ehtiyatlı olmalıyıq real effektiv məzənnənin hesablanmasında. Orada inflyasiya da yəni düstura daxil edilir və inflyasiya məlumatları bizə statistika komitəsindən gəlir. Yəni ona görə bir balaca ehtiyatlı olmaq lazımdır ki, o məlumatlar, yəni orada azalma həqiqətən reallıqda varmı? Mən bunu çox da müşahidə eləmirəm. Təşəkkürlər. Çox sağ olun vəziyyəti bizim üçün təhlil etdiyiniz üçün. Bir daha nəzərinizə çatdırım ki, Azərbaycan valyutası olan manatın dövr etmə sürəti azalıb və yəni mayın 1-nə açıqlanan rəqəmlərə görə 3,33 bənd təşkil edib. Belə ekspertimizlə birlikdə bu manatın dövr etmə sürətinin azalması eyni zamanda nominal, real və effektiv məzənnənin də azalmasının təsirləri ilə bağlı proqnozları eşitdik. Çatdıra biləcəklərimiz isə bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürlər Rəqsanə. Xatırladım ki, bizimlə bağlantıda əməkdaşımız Rəqsanə İbrahimzadə idi.